أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين ولا قوة للمتقين ولا عدوان إلا على الظالمين والصلاة والسلام على رسول الله وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين وبعد. Allah'ın selamı, rahmeti, bereketi üzerinize olsun. Rabbim bizleri ehl-i sünnetten, selef salihin menhecinden ve Kur'an ve sünnetten Rabbim bizleri ayırmasın. Allahümme amin. Bugün yine sizlerle beraber geldik. İnşallah İmam Acurri'nin Kitab-ı Salah, yani namaz bölümü, namazın terkinin küfür olan babına geldik. Ve bir neçə bölüm, 2 bölüm bununla beraber işledik ve bugün inşallah Allah nasip ederse onunla bağlı bir son babımızı nasip olarsa işleyeceğiz. Çünkü bu namaz meselesi, namazın terki meselesi yani çok yani önemli olan bir meselelerdendir. Niye önemli olan bir meselelerdendir? Çünkü bugün bizimle mürciye tayfasının veya cehmi tayfasının arasındaki olan yegane emellerdendir ki namaz meselesi. Bize göre namaz imanın alametidir, imanın göstergesidir. İmanı olmayanın, daha doğrusu namazı olmayanın imanı olmaz, imanı olanın da namazı olması lazımdır. Bir insan namazı hayatından çıkardarsa, ibadeti hayatından çıkardarsa, yani o insanın imanı nedir? Bizim tarafımızdan kabul olmayan bir imandır. Ve bu sebepten de ümumiyyətlə bizim ehl-i sünnet ve selef salihin olarak, bakın bizler ehl-i sünnet ve selef salihin menheci üzerinde olarak, yani bizlerin diğer insanlara, diğer mezheplere farklı olarak biz her şeyimizi Muhammed Mustafa sallallahu aleyhi ve sellemin hayatına, sahabenin hayatına yani bağlıyıq. Ve bizler meselelere Kur'an sünnet ışığında yanaşırıq. Ve bizler bir mesele hakkında Allah Resulü sallallahu aleyhi ve sellemin sahabesi, yani o meselelerde icma etmişse ve sahabesi o meselede artık bir fikre gelipse, sahabeden sonrasının gelenlerin artık fikirleri əsl itibariyle bizler için ümumiyyətlə önemli olmalı değil. Yani biz bakırıq ki, dəfələrlə oxuyuruq, məsələn, önümüzdə Qal İshaq bin Rahaveyhin dediği kimi قد صح عن رسول الله صلى الله عليه وسلم من جري أن تارك الصلاة namazı terk eden insanın kafir olduğu. Ve kederke kâne rây ehl-i ilm min nebi sallallahu aleyhi ve sellem'den ila yevmine hâde. Allah Resulü'nden bugüne kadar baktığımız zaman da selef salihin menhezinde giden insanların enne tarikı salâh amden min gayri udhrin hatta yedheba, yani onun vakti tıkıncaya kadar nedir? Onun nedir? Kafir olması ve İslam'dan çıkmasının esas sebeplerindendir. Ve bu mesele aslında İslam alimlerimizin, yani ehl-i sünnet imamlarının bu meseleni özel olarak kitaplarında bir bab olarak ayırmışlar. Niye bir bab olarak ayırmışlar? Ki biz burada da gördük ki namazın terkinin yani küfür olma babı. Bugün meseleye ayrıyeten yani İbanetül Kubra'dan İbn-i Battah'ın, Allah kendisine rahmet eylesin, İbanetül Kubra en sonuncu yazdığı büyük kitaplardan bir tanesidir. Hemen bu kitapta demeli ki buna yani iftira atarak ki sanki bunun yani İbn-i Battah yani nedir? İbanetül Kubra'da böyle bir şey olmadığını, yani selefin bu meselede icma etmediğini ve sahabenin icma etmediğini zikreder ama 21. babda yani İbanetül Kubra'da neyinki İbn-i Battah namazın terkinin, dikkat edin burada, neyinki namazın terkinin hatta zekati ve mani'az zekat, zekatı vermeyenler, zekattan imtina edenlerin de kafir olması ve kanlarının halal olmasıdır. Yani zekatı vermeyenler. Düşünün yani. Ve bu meselede özü yani bu kifayet kadar meseleleri alimlerden yani zikrederek
eğer Ehl-i Sünnetin mezhebinin, Ehl-i Sünnetin görüşünün burada ne olduğunu İban-ı Kubra'da ki birinci hadis olarak yani başlayar ve Süfyan'dan, o da Zübeyir'den, o da Cabir'den kâle Resulullah sallallahu aleyhi ve sellem'den ki beynel amdi ve şirki evul kufri illa etarkis sala, yani kul ile yani şirkin veya küfür arasında yani duran nedir ki namazdır ki biz bunu çok neylemişik, biz bunu çok yani zikrettik geçen hafta bu barədə baya bir danıştık ve burada biz görürük, biz baxırıq ki yani sahabe, tabiin, ittiba tabiin nedir bu meselede izm etmiştir. Ve burada İmam Evzai'nin, Allah kendisine rahmet etsin diye bir meselede şək etsem, bakın bu günler mesela zikredirlər, deyirlər ki yani Ehl-i Sünnet bu meselede ihtilaf edib. Doğru mu? Namazın tərki meselesinde. Ve ben size qətiyyətlə deyirəm ki, bakın, qətiyyətlə deyirəm ki, selef arasında, sahabe arasında namazı hayatından çıxardanın, tamamıyla hayatından çıxardan hakkında zayıf da olsa her hansı bir ihtilaf yoktur. Sadece ortalıkta gezen sözler var ki, 4 mezhep alimleri arasında namazın tərkinin, küfrün barəsində ihtilaf var. Lakin həqiqət böyle değildir. Böyle bir mesele onların arasında tartışma olmuyordur. Ayrıca İmam Şafii, İmam Malik kava durup bu meselenin tartışmıyordur birincisi. Bir zamanda yaşasalar da. Veya İmam Şafii ile İmam Malik bu meselenin durup tartışmayıp ve demeyiblər ki bu meselede senin görüşün budur, benim görüşüm budur. Veyahut da ki İmam Ahmed ile İmam Şafii bu meselenin tartışmayıbdır. Birbirlerinin tələbələri olmasına rağmen. Yani onlardan bize açık bir şekilde böyle bir rivayet gelmedi ki onlar bir mecliste oturdular bu mesele bayağı da ihtilaf ettiler. Ama əksine bize gelip çatan nedir? Əksine bize gelip çatan odur ki yani sahabeden, tabiinden, itiba tabiinden ki namazın terkinin mütlak olarak yani terk-ül mutlak dediğimiz yani bir var mutlak-ı terk, bir var terk-ül mutlak yani tamamıyla namazı hayatından çıkardanın İslam'ının hiçbir şekilde olmayacağı. Yani o insan İslam milletinden çıktığını ama tabii ki hükümlerin uygulanması için yani namazı terk edenin küfür olmasına bakmayarak onun üzerinde hükümlerin uygulanması 3 gün sürür. Eğer gazi onu çağırır, tövbeye davet edir. Eğer tövbe ederse ne güzel. Tövbe etmezse de zindana atılır ve sonra ise nedir? Yine ondan tövbe istenir. Ahırda ise onun boynu vurulur. Yani namazı terk eder. Bu da tabii ki İslam gazisinin, İslam hakimine, İslam devletine ait olan bir meseledir. Yani biz burada namazı terk edenin küfre düştüğü halde, yani şirke düştüğü halde biz demirik ki gedək o adamı tutarak getirək, aparaq bir meşeye boynunu vuraq, haşa lillah. Yani böyle bir şey zaten caiz değildir. Veya gedək onun malına el koyaq veya onun ailesini dağıdaq veya nəsə diye bu bizim işimiz değil. Yani biz bunu bu güc böyle diyeyim ki sahibi değilik, imkan sahibi değilik. Ve bu sebep güc dediğimiz bu da nedir? Yani güc sahibi deyərkən burada 10 neferin her hala adama gücü yeter. Güc ve imkan dediğimiz İslam devletidir. Güc dediğimiz İslam gazisidir ki, İslam hakimidir ki bu neye tabidir? Şerhte tabi buyurun. İstanbul'da görevler. İstanbul'da, İslam hükümleri. Ha, boş ver. Yani bu sebepten de yani İslam hükümlerinin yani icrasıyla isimlerin arasında her zaman fark vardır. Bak bunu bu günleri çok karıştırdılar. Yani biz bir insana isim olarak müşrik dememiz tamam farklı bir şeydir. Şirke düştüğü söylememiz tamam başka bir şeydir ama mürted hükmü uygulayıp kanının, malının, canının halal sayılması ise bu tamamıyla İslam devletine, İslam hakimine, İslam gazisine ait olan bir meseledir. Biz hükümleri beyan edelim. Mesela hal-hazırda Müslümanlar arasında İslam'a göre ihtilaflar çıkır mı? Çıkır. Biz onların arasında muhakeme edilir mi? Edilir. Diyelim ki kardeş yani sen buna göre belədir, sen haklısın, sen haksızsan meseleler soruşurlar. O meselelere cevap veririk. Ve aileler arasında deyirik ki bu talak geçerlidir veya geçerli değil veya sen haksızsan, sen haklısın. Bizimki buraya kadardır. Yani bizim o imkanımız, o gücümüz yoktur. Çünkü biz gidək kimisə qapısına dayanak
Allahın hökmünü yox, sənin üzərində tətbiq edəcəyik, səni döyəcəyik, səni söyəcəyik və ya səni vuracaq və ya yox, xeyr, biz buna güc sahibi deyilik və hökmlərin icra olunması da, icra olunması, İbn Rəcəb Əl-Həmbəlinin də rivayət etdiyi kimi və aynı şəkildə İbn Qudamənin də rivayədən dediyi kimi biz hökmlərin icrasını asla İslam hakiminin xaric icra edə bilməyirik və ona yetkimiz də yoxdur yəni. Ki bir müsəlman üzərində neyniyək? İslamın hökmlərini, oğruq elədi, əlini kəsək, zin elədi, 100 dənə şallaq vuraq və ya evli isə onu götürək, öldürək və ya birini öldürdüysə götürək, onu asaq, ondan aparaq korun dilindən qisas uygulayaq. Yox, şəriətdə bu qadağandır. Bu ancaq İslam dövlətində, İslam hakiminin, İslam qazisinin edə biləcəyi bir məsələdir. Birinin canının, qanının, malının, yəni güvənliyi nədir qardaş? Sadəcə və sadəcə İslam dövlətində bu məsələlərə baxır, İslam dövlətinə aiddir. Bizim bu gün zamanımızda isə bu məsələlərdə yaşadığımız bölgədə bu nəyə baxılır? İslam alimləri, örfümüz, adətimiz nədir? Mühəkkəmdir. Nəyə mühəkkəmdir? Hamı da bu gün güvəndə yaşayır. Qapı qonşu bir-birinə güvəndə yaşayır. İnsanlar, hər kəs bu gün eyni, belə deyim ki, örfün, adətin ənəsindədir ki, yəni qonşu qonşunun toyuğuna qış deməz. Yəni qonşunun toyuğu sağa gələrsə ona verərsən, onun toyuğu sağa gələrsə ona verərsən. Bunun qoyunu sənin bağına keçərsə və yaxud da ki, onunki sənə keçərsə, nədir? Bir-birinə təslim edilir. Və ya dükanlar, marketlər, mağazinlər girdiyin zaman da güvənlə girərsən, güvənlə çıxarsan. Yəni, həm sən özünü işləyən olaraq dükana gedən bir insan, dükan sahibinin inancı, etiqadının aslı olmayaraq əmandadır. Yəni, malı güvəndədir, canı güvəndədir. Yəni, bir insanın iman əhli olub olmamasının bu günləri, bu məsələlərə heç bir adiyyəti yoxdur. Müsəlmanlar şərtlərinə görə müamilə edirlər. Sən burada yaşayırsansa, genel örfün, genel qaydalar nədir? İnsanlar bir-birlərinə örfü aman vermişdir. Yəni, bir-birimizə nə vermişik? Aman. Məsələn, hal-hazırda biz burada oturmuşuq, biz burada aman vermişik. İndi biz deyək ki, məsələn, hər hansı bir xristiyanların restoranda oturaq, çıxarkən nə var, qab, qaşıq, nə bilim mən, otağa gedək, ora gedək, nə varsa yığışdıraq, götürək yaparaq, yəni belə bir söhbət ola bilməz. Yəni bu İslam tarixində nədir? Belə sabit də olmuşdur. Və ayrıyətən, yəni məsələ ilə bağlı bir şey də zikr edeyim ki, bu gün Darüslam və Darüküfür kuralları ümumiyyətlə güncəllənməsi gərəkir. Bu gün Darüslam və Darüküfür məsələləri alimlərimiz, böyük alimlərimiz tərəfindən güncəllənib masaya yatırılması gərəkir. Nə anlamda? Bunu nə anlamda deyirik? Güncəllənməsi gərəkir. Yəni Allah Rasulunun zamanından sonra olan alimlərimizin Darüslam, Darüküfür, İslam dövləti, küfür dövləti və yaxud ki, riddət dövləti, fısq olan bir dövlət və ya məmləkət və s. Onların zamanındakı ilə bizim zamanımızdakı olan məsələlər tamamən fərqli idi. Yəni onlara görə Darüküfür denildiyi zaman nə idi? Yəni İslam hakimiyyəti ilə bərabər müsəlmanların da yaşamadığı bir məmləkətlər idi. Amma bugün biz baxırıq ki, biz mürəkkəb bir dövlətlərdə yaşayırıq. Yəni burada da tüm dinlər var, tüm dini mənsublar var, tüm xalqlar var, tüm insanlar var və hər kəslə aynı şərtlər altında yaşayır. Yəni kiminsə, yəni nədir? Dini öncəlikli deyil burada. Burada nə yoxdur? Sən filan dinə mənsubsansa, sənin öncəliyin var. Mən filan dinə mənsubamsa, səndən biraz aşağıyam və ya biraz üstünəm. Bu öncəliklər nədir? Bu öncəliklər yəni yoxdur. Yəni bu səbəbdən də məsələlərə baxılarkən yenidən baxılmalı, yenidən incəllənməli, yenidən dəyərləndirilməli və avamın əlinə də bu keçməməlidir. Bizim bu gün ümmətin arasındakı olan ixtilafların əsas nəticəsinin səbəbi avamın əlinə keçməsidir. Belə düşünün ki, avam bir insan tibb sahəsində olan bir kitabı götürür, oxuyur. Əfəndim, raq xəstəsi olana bunlar lazımdır. Götürür öz başına müalicəni neynir? Özü müalicə edir. Raka bunu vermək lazımdır, şunu vermək lazımdır və şəkər xəstəsidir, bunu vermək lazımdır. Özü oxuyur. Sabah mı, axşam mı, az qarna mı, tox qarna mı, gündə bir dənə dərman mı, 2 dənə dərman mı? Adəti yoxdur. Çox atsan demək tez sağalacaqsan. Və yaxud da ki, gündə 5 dəfə atsan və ya bir dəfə atsan, qardaş, bu hamısı nəyə bağlıdır? Tibbə bağlıdır. Tibb nə üçündür? Bu günləri məsələn biz xəstələnərkən heç kim mən yanmayıb. Mən indiyənə qədər kimsə xəstələndə mənim gəlib qapımı döymədi. Nə də mənə zəng gəlmədi ki, qardaş, mənim uşağım, mənim qızım, mənim yoldaşım, mənim anam, mənim atam xəstələnərsə, mən ona hansı dərman verim? Yəni kimsə mənə zəng eləmir. Niyə zəng eləmir? Zəng eləyində qardaş, nə olar ki? Gözlə heç kim zəng eləmir. Çünki bilirlər ki, mən bu məsələdə bilgi sahibi deyirəm, səlahiyyətim yox. Desəm belə heç kim inanmır. Elə belə desən ki, qardaş, yoldaşım, uşağım xəstədir, mən desə filan dərman ver, Allah razı olsun, çox sağ. Bağlayandan sonra deyəcək,
Get kitabını oxu da lan səni şimdi bu gidir həkimdən soruşacaqlar. Çünki hamımız eləyirik. Mən də özüm zəng edirəm. Məsələn bizim Qazaxda Allah razı olsun təvəkkül doktorumuz var bir dənə. Torpaqstan yaşasın. Uzun ömür olsun. Zəng edirik, görəm zəng edirəm deyirəm doktor nətəsə müsəlman qardaşımız da Allah'a hamd olsun. Neçə illərdir 97-ci ildən bir arada tanıdığımız bir müsəlmandır. 98-dən bir edeyim. Zəng edir deyirəm müəllim, həkim. Mən heç bir uşağı həkim aparmıram. Məsələn ona zəng edirəm. Həkim neyiniyim? Deyir bunu dərman verim. İndiyənə kimi də Allah'a hamd olsun hər hansı bir yanlış bir şey uygulama olmuyor yəni. İşi əhlinə soruram. Yəni mən evdə desəm də bir xoca olaraq kimsə mən bu məsələdə itaat eləmir yəni. Ki ya sən xocasan, sən bilirsən bunu yox. Kimsə itaat eləmir yəni. Çünki nəyə görə işin əhli deyiləm. Yəni bu səbəbdən bu gün İslami məsələlər, İslami hökmlər əhli olmayan insanların sadəcə bilgi sahibi. Yəni bilgi sahibi nədir? Çox kitab oxuyub. Anlatabildim mi? Çox kitab oxuyub. Yəni çox kitaba oxuyana yetki vermirlər, alimi hökm vermirlər yəni. Yəni bir insan çox bilir, hər yeri gəzir, bir kəlçidir. Hər şey bilir, heyvandan hər şeydən baş çıxır, gətirib onu heyvanlara baytar qoymurlar ki, abla sən kəndə heyvanlardan çox yaxşı anlayırsan. Gəl sənə üzr istəyirəm, gəl sənin kəndin baytarı və ya şəhərin baytarı yox qoymurlar. Niyə? Oxumalısan, sənədin olmalıdır, sənin təcrübəndən ola bilər. Yəni bu səbəbdən də bu günlərin bilgi sahibi olan kim varsa, kitab oxumağı bacarırsa biraz, əlinə alar, insanlara nədir gələcəyi ilə bağlı, keçmişi ilə bağlı niyyət hökm verir və insanları keçir. Hətta elə bir toplumlara rast gəlirik ki, məsələn deyək ki, bir elm əhli həyatında bir dəfə hər hansı bir böyük günah işləyibsə, məsələn böyük günah işləyibsə, yəni o insan artıq elm əhli vasfından çıxır. Yəni günah edibsə, xata edibsə, səhv edibsə, artıq nə olur? Bu adam nədir? Elm almaqdan, elm verməkdən, dəvət eləməkdən və s. nə edir? Hökm ondan qalxır. Və yaxud da ki, bir insan, bir alim cihad bölgəsində deyilsə, ondan fətva sorulmaz. Məsələn, günümüzün insanları deyən, bir insan cihadda iştirak eləmirsə, cihad torpaqlarında olmursa, o alim də olsa, güncəl məsələlər barədə ümmətin gələcəyi ilə bağlı fikir bildirə bilməz. Niyə? Çünki o adam cihad torpaqlarında iştirak eləmir. Halbuki bunların heç birisinin nə Qurandan, nə sünnətdən heç bir əsası yoxdur yəni. Yəni əsas nədir bizdə qardaşlar? Quran və sünnətdir. Və bu səbəbdən də baxın İmam Əl-Əvzai, Allah kendisine rəhmət eləsin. Deyir qardaşlar bax, şək mi elədin? Şübhəyə düşdün. Baxdın ki, deyirlər ki, bu məsələdə alimlər ixtilaf mı edibdir? Deyir sənə mənim nəsiyyətim odur ki, İmam Əl-Əvzai və mən sənə bu məsələdə nəsiyyət edirəm ki, sən bir məsələ haqqında şək və şübhəyə düşdüyün zaman sənin üzərində düşür ki, sən bu məsələdə hara baxarsan? Tandur ilə mə kənə aleyhi əshab-ı Rasulullah sallallahu aleyhi və səlləm. Allah Rasulunun əshabına bax, onlar nə üzərə idilər? Ya sən bir məsələdə ixtilaf mı düşdün qardaş? Olar mı, olmaz mı, caiz midir, caiz deyil midir? Bax ki, yəni nədən ixtilaf etdik biz? Hədisdən dolayı ixtilaf etdik. Yəni məsəl üçün, beynəl abdi və beynəl şirki, yəni qol ilə şirk və ya küfür arasında duran namazdır ki, namazın tərki insana Peyğəmbər sallallahu küfrə düşmüşdür. İndi gəlin baxaq biz buradakı olan, bəzi alimlər buradakı olan küfürü, yəni mütəəxxirin alimlər, buradakı olan küfürü kiçik küfür almışlardır. Biz onlara soruşuruq. Yəni sizin bu məsələnin kiçik küfrü almanızın səbəbi nədir? Bir dənə cavab var. Əməlləri imandan görmədikləri üçün. Əslində bu işin təməlində dayanan şey nədir? Onlar əməlləri imandan görmürlər, əməlin mütləq olaraq tərkini küfür görmədikləri üçün. Və deyir ki, İn kənu iştəbə'u minhu alə əmrin, bir əmir üzərinə və bir görüş üzərinə gəliblərsə də və bir kişi də onlardan bu məsələdə şaz görüşlərsə, sən o bir görüşü bırax, cumhur sahabə nəyin üzərində isə odur. İndi gəl baxırıq cumhur sahabəyə. Burada baxırıq ki, sahabənin bu məsələdəki olan, necə ki İmam məsəl üçün deyim ki, İmam Acuri ki sahabədən gətirir ki tabi və sahabədən və qavlu Cabir bin Abdullah nə zaman ki ona soruşdular ki ona soruşdular mə kən yufarriqu beynəl küfrü vəl iman indəkum minəl ə'məli fi əhdi Rasulullah sallallahu aleyhi ve sellem. Allah Rasulun döneminde kişinin
yani sizinle küfür ile iman arasındaki hansı əməl idi ki, onu tərk ettiği zaman da Allah Resulü döneminde o küfür idi, o əməlin tərki. Faqala es-salah, namazdır dedi. Ve huve etherun sahihun. Ve kâle Abdullah bin Şakik, Abdullah bin Şakik de aynısını söyledi. Ve lem yekun ashabı, Allah Resulü'nün ashabı namazın terki kimi bir hansı ki əməllər ki var, o əməli terk ettiği zaman da insanın küfre düşeceği bir tek əməl var idi. O da nedir? Sadece değil, namazın terkiydi. Ve eğer İshak bin Rahavey deyir ki, Peygamber Aleyhisselatü Vesselam'dan ve onun ashabından bize sahip bir şekilde bu günümüze kadar gelip çıkmıştı ki namazın terk eden insanın İslam'dan çıktığını söylemişti. Şimdi biz burada bakırıq ki, yani sahabe bu meselenin üzerinde ne eləmişdir? İcma eləmişdir. Ve geçen sefer de bu meseleyle bağlı dedi ki, bazı insanlar İbn Battah yani İbn Battah'a ki o da İbn-i el-Kubrasında ve ona iftira atırlar ki veya onun hakkında değiller ki onlar bu meselede iki görüşe gitmiştir. Ama halbuki yani bakırıq ki öz kitabında yani bu mesele İbn-i el-Kubra'da bu meselede Peygamber Aleyhisselatü Vesselam'dan farklı rivayetlerle leyse beynel abdi vel küfür illa terk-i salat, küfür ile kul arasında olan sadece namazın tercihidir. Ve yine İbn Battah yine deyir ki beynel abdi ve beynel küfür terk-i salat, kul ile kişinin arasında duran nedir? Namazın tercihidir. Ve yine bunu kim söyledi? Yine bunu nedir? İbn Battah yine öz kitabında değil. Ve yine başka bir yerde Ömer radıyallahu anh'un dönemi, İbn Abbas Ömer radıyallahu anh'un yanına gelir ve deyir ki es-salah ve deyir ki salat namazı kılmak lazımdır. Ve kâle Ömer radıyallahu anhu la hadde li imri'in, bir kişinin İslam'dan hiçbir hazzi yoktur ki nedir? Namazı zayi etsin veya ki namazın vakti çıkıncaya kadar namazını kılmasın veya ki namazı terk edenin nedir? İslam'dan bir nasibi olsun ki namazı terk eden bir insanın İslam'dan ne yoktur ki der onun nasibi yoktur. Şimdi biz bak bura baktığımız zaman da kardeşler bakın Ehl-i Sünnet ve Cemaat'a, Ehl-i Sünnet ve Cemaat yani bu meseleyle bağlı ki icması sahabenin ve tabiinin açık bir şekilde olduktan sonra artık bize düşen bazı hadisler var ki o hadislerle bizim üzerimize geldiği zaman da alimlerimiz bu hadisleri neye almışlardır? Bu hadisleri almışlar sadece namazı bir namazın vaktinden geç kılmak veyahut da ki bir namazı sadece geliştirip vaktinde kılmamak. Aldıkları mesele odur. Yani ki hadis geldi Peygamber Aleyhisselatü Vesselam'dan ki Allah Subhanahu kulların üzerine 5 vakit namazı farz kılmıştır ve kim onu vaktinde kılarsa Allah Subhanahu ona bir nur vermiştir ve kim onu vaktinde kılmazsa ki bir hadisin bir yani mani olarak o adamın hükmü Allah'a kalmıştır. Allah inşa addebahu ve inşa afa anhu. Allah isteyerse onu azap eder, isteyerse affeder. Bu neyle bağlıdır? Bu bir kişinin bir namazı kılmamasıyla veya bir neçə namazı tembellikle nedir? Terk etmesine bağlıdır. Ve burada da İmam yani Hallal'in yani sünnet kitabında yani İsmail bin Sa'id'de der Sa'd Ahmed yani İmam Ahmed'e soruştum ki Peygamber Aleyhisselatü Vesselam'ın sözünü men gashşe feleyse minna, kim hırsızlık Aleyhisselam kim hırsızlık yaparsa bizden değildir. Yani ne hırsızlık aldadarsa, kandıra yani oğruluk değil ha. Kandırarsa, afyorluk eləyərsə, oyun qurarsa, bu hadisi bize həmişə şeydə deyirlər, məktəbdə imtihanda, mədrəsədə və digər üstə deyirlər ki, müəllim gəlirdi, taskiyə yazırdı ki, mən qaşşə fəleysə mindən. Kim alladarsa, kopyalayarsa, yəni məqsədi neydi onu yazmaqda? Kopyalamaq ki, bizdən deyildir. Yani diyelim bunu İmam Ahmed'e soruştum. Ve dedim ki وَمَنْ حَمَلَ سِلَاحَ عَلَيْنَا فَلَيْسَ مِنَّا, kim bize silah kaldırırsa bizden değildir. Bu hadis barədə قَالَ عَلَى تَأْكِيدِ وَتَشْدِيدِ, yani bu mesele neye bağlıdır? Sadece Allah Resulü şiddet uyguluyor burada. Yani tekittir ki yani bu emelleri elemek olmaz. Allah Resulü'nden sadece bize bir sakındırma, bir çekindirme dedi İmam Ahmed. وَلَا اُكَفِّرْ مَنْ اَحَدًا, ben hiç kimseyi tekfir etmem illa bitarki salat, namazı terk etmeyin haricinde bu ameli eden yani bize silah kaldıran, bizi alladan insanları
deyir mən təkfir etmərəm. Və dedim ki, bu artıq deyil. Fəhədihi əqval, bu görüşlər deyirsə, sarihətun, sahihətun fi tərki salat, namazı tərk edənin küfrünə açıq aydın nədir? Dəlildir ki, bu alimlərin, yəni bu hədisləri dəlil alaraq nədir? Ki, kim qış eləsə bizdən deyildir, kim hədisləri və yaxud da ki, kim mən qalə la ilahe illallah dəxaləl cənnə ki, hədisini alırlar ki, kim la ilahe illallah deyərsə o cənnətə girəcəkdir. Deyək, bu dəlildir ki, namazı olmayanın, yəni o zaman burada belə bir cavab verilir. Bu cavabı siz də verərsiniz. Kim la ilahe illallah deyərsə cənnətə girir. 1. Qəlbində zərrə qədər xardal dənəqəsi imanı olan cəhənnəmdən çıxacaq. 2. Kim la ilahe illallah deyərsə cəhənnəmdə qalmayacaq. 3. Kimi hədisləri gəldiyi zamanda bu hədislərə veriləcək cavab budur birinci olaraq. Birinci, bu hədislər alimlərin ittifaqı ilə bu hədislər hamısı Məkki hədislərdir. Bu 1. Məkki hədislərdir. Həmişə nə dedik? Ayırmaq lazım. Əl-hədis Məkkiyyə vəl-mədəniyyə. Necə ki, əl-əyət Məkkiyyə vəl-mədəniyyə ayırırıqsa, hədisləri də ayırmamız lazım. Məkki və mədəni hədislər. Necə ki, Əbu Hüreyrədən gələn rivayətdə gəlir ki, mən bir gün deyir, Ömər radiyallahu anh'ın yanında dedim ki, mən qalə la ilahe illallah daxilal cənnə, Ömər məni vurdu. Ömər məni vurdu deyir. Doğru mu? Və gəldim deyir, Allah Rasuluna şikayət elədim deyir. Deyir, Ömər radiyallahu anh'dan soruşanda niyə vurdu? Deyir, Rasulullah, insanlar əməlləri tərk edəcəklər. Elə biləcəklər ki, nə deyir? Söz daha söyləməklə yetərlidir, əmələ ehtiyac yoxdur. Ki, Mədinədə söylənsə belə, sadəcə bunun altında yatan məna nə idi? Yəni, o zaman, la ilahe illallah deyib də, Muhammed Rasulullah deməyən bir insan cənnətə girəcək. Bunu deyən iddia sahiblərinin görüşünə görə. Doğru mu? Çünki hədisdə nə gəlir? Kim la ilahe illallah deyərsə, ixlasla la ilahe illallah deyən insanlardan cəhənnəmdən çıxardılacaqdır. O zaman Muhammed Rasulullah deməyənlər, əl-cənnətü haqqun, və-nəru haqqun, və-l-bəhsu haqqun, görür mü? Cənnət haqdır, cəhənnəm haqdır, ölmə haqdır, dirilmək haqdır deməyənlər olsa belə, bunları qəbul eləməsələr belə, o zaman nədir? Sadəcə düzüləm, bu kəlməni deməklə nədir? Bu kəlməni deməklə nədir? Müslüman olub cəhənnəmdən çıxacaqlar. Xeyr. Bu hədisi alimlər deyir, Peyğəmbər aleyhissalatu vesselam döyüşdəykən bir insan gəldi nə dedi? Ya Rasulallah, döyüşüm sonra Müslüman olum, la ilahe illallah deyim, yoxsa döyüşdən öncə Allah Rasulü dedi ki, deyilən əşhədü və la ilahe illallah deyilən şəhadəti gətirdi, elə girdi. Yəni bir insan mümkün deyil ki, la ilahe illallahla Müslüman olsun, Muhammed Rasulullah bildiyi halda. Yəni bir insan la ilahe illallah deyib də, mən Muhammed Rasulullah deməyəcəm deyərsə, o insan Müslüman deyil zaten. Namaz da qılsa, oruç da tutsa, zəkat da versə, yəni Allah Rasulunu zaten təsdiq eləməsə Müslüman deyildir. Və bu səbəbdən də bu və buna bənzər gətirilən hədisləri insanlar gətirirsə, bu insanlara görə zaten əməlləri imandan görməyən insanlardır. Və deyir ki, Şeyx, yəni Muhammed, yəni İmam Macuri, deyir ki, bu da gördüyün bu hədislər, bu əsərlər ki, namazın tərki barəsindədir ki, mən deyir, bu barədə çox şeylər zikr edə bilərəm. Lakin yətud, yəni uzana bilər. Amma deyir, Hüzeyfədən gələn hədislər var ki, radiyallahu anh'dan Hüzeyfədən burada hədis gəlir, deyir, Peyğəmbər aleyhissalatu vesselam deyir, yəni mescidə gəlir ki, Hüzeyfə radiyallahu anh deyir, gördüm ki, bir nəfə izə racun yusalli mimmən yeli, yəni gəldi, girdi, deyir, namaz qılmağa başladı ki, namazını, rüküsünü tamamlamadı, oradan çıxmağa çalışanda onu deyir, durdurdum, dedim ki, sən nə zamana qədərdir belə namaz qılırsan? Hüzeyfə radiyallahu anh deyir, la yetimmu ruku' və la sucud, yəni səcdəsi belə-belədir. Rükü gedir, qalxır və ya tam getmir. Namazında əksikliklər var. Deyir, adam bana dedi ki, munzu 40 sənə, 40 ildir ki, mən belə namaz qılıram. Dedim ki, fəqalə Hüzeyfə radiyallahu anh, mən salləytim munzu 40 sənə. Sən 40 ildir namaz qılmırsan, deyir. 40 ildir. Və la mutsə, sən ölsən, sən Muhammed Aleyhisselamın gətirmiş olduğu şəriyyətin fıtratı üzərində ölməmiş olarsan. Sən belə olsan fıtratı üzərində ölməyəcəksən deyir. Və ondan sonra deyir, onu aldı, götürdü və ona namazı neylədilər? Ona necə namaz qılmaq lazımdır, onu öyrətdilər. Və İbn Battah, bu kitabda yenə mən bunu həmən burada almışam. Deməli deyir, İbn Battah Fi təkfir tərk-i salədə, namazın tərki bölümündə
Peyğəmbər Aleyhisselatü Vesselam'dan, əshabından, tabiindən ki, nədir? Onlardan dəlil gətirdi ki, Nəbi sallallahu və sahabə və tabiinə, yəni onların hamısı tədüllü uqala, ağıl sahibi olanlar, az bilə həyatdan nəsibi olanlar ki, insanlar ki var ki, namazı tərk edən insanların, yəni inkar etmədən nədir? O insanın deyir, İslam millətindən çıxmışdır dedi və kitaba gəlincə deyir, kitabda dəlil oldu ki, onlar deyir, hünəfə idir, Allah'a ibadətdə ortaq qoşmadılar. Yəni qeyrə müşrikin onlar nədir? Allah ortaq qoşmayanlar idi. Və yaxud da ki, və mə umiru illə liyəbudallaha muxlisinə lehuddin, bu ayət ona dalıdır ki, hansı ki, Allah yuqimussala ki, namaz qılarlardı. Və yenə ki, fəqdunun müşrikinə həs vəcəttumuhum, siz müşrikləri harada tutursunuz, öldürün. Və ayəti davam edir Tövbə surəsində və intəbu və qamussala, tövbə edib namaz qılarlarsa, ayətlərini dəlil gətirərək demişdi ki, فَاِنْ تَابُوا وَقَمُوا الصَّلَوَاتُ الزَّكَاءَ فَيَخْوَانُكُمْ فِي الدِّينِ ki, Tövbə 11, Tövbə 5 deyir, bu ayətlər فَاَيُّ بَيَانٍ ki, hansı açıqlamalar istəyirsən ki, yəni bunu İbn Battal deyir, bunları, belə deyim ki, tərk edən insanlar, yəni bu əməlləri, yəni namazı tərk edən insanların deyir, yəni küfrünə hökm etdi. Və burada aynı babda deyil, başqa bir bab ki, İbn Battal'ın özü, o hansı babdır ki, namazın tərkində deyil, namazın tərki deyil, əksinə zəkatı da, baxın ha, zəkatı da işin içərisinə qatmış ki, zəkatı da tərk edən insanın İslamdan çıxdığını açıq bir şəkildə söylüyor ki, yəni zəkat da verməsə o insanların qanın malı halal olmuş olur. Bunu kim deyir? İbn Battal. Yəni bunlara isnad edirlər ki, yəni bu insanlar, burada bu söylüyor, bab hansı babdır? İslamın marifəti və İslam neçə deyim ki, və alə kəm buniyə, yəni neçə şeyin üzərində bina olmuşdur babında, 18-ci babında və orada innəl İslam bunu alə xamsil, İslam 5 şey üzərində bina oldu. Yəni kəlimətin ixlas ki, o da la ilahe illallah Muhammed Resulullah'tır və qiyamə salavat əzdəkə və samur Ramadan ki, bunları getirir və ondan sonra yenə Abdullah bin Ömərdən ki, gələn hədisdə innəl İslam bunu alə xamsil, şəhadət la ilahe illallah fərqli bir rivayətdə bu şəkildə bunları getirir və namazı getirir və ondan sonra burada həmən məsələ ilə bağlı və deyir ki, buradakı olan ki 5 şey üzərinə bina olmuşdur. Deyir, əlbəttə ki, burada əsasən namazdır ki, yəni namazı tərk edən insanın İslamını unutur. Və kəzəlikə yezul bi fəxri şəhadətin. Yəni İslam millətindən çıxanlar ilə 2 şəhadət tərk edəmə gəlir. Və muradı bi şəhadəteyni əl-imani billahi və rasuli, Allah və Rasuluna iman etməkdir. Və əmmə iqamə-s-salə, namazı iqamə etməyə gəlincə fakat varada ahadis, yəni bu konuda bir çox hədislər gəlmişdi ki, yəni fərqli yollarla ki, namazı tərk edən insanın fakat xaraca minəl İslam, İslamdan çıxdığı və fi sahih Müslim an Cabirdən gələn hədisi Nəbi sallallahu aleyhi və səlləm beynəl racul və beynəl şirki vəl küfrü tərkus-sələ, kişi ilə küfür və şirk arasında duran namazdır, namaz tərk edən kafirdir. Və zəhəbə taifətin minhum, onlardan bir taifə hala gitmişlər. منهم إلى أن من ترك شيئا من أركان الإسلام 5 عمدا أنه كافر بذلك. Hatta bazı tayfalar getmiştir, bazı alimler ne demişti? İslam'ın 5 şartından, geçen söylemiştim hatırlıyorsunuzsa ki İslam'ın 5 şartından birini terk eden, bilerekten terk eden imkanı gücü olduğu halde birini terk eden insanın kafir olduğunu İslam'dan çıktığını. Ve ruviye zâlike an Sa'id bin Cübeyr ve Nafi ve Hakim ve huve rivayetin an Ahmed, yani Ahmet'ten de ve onun ashabından da nedir? Ve aynı şekilde Malikilerden de gelmektedir ki nedir? Namazın İslam'ın 5 şartından birinin terkinin küfür olduğudur. Nəinki namaz, zəkatı belə tərk edəsən, orucu belə tərk edəsən, həcci belə tərk edəsən, bilərəkdən imkanın olduğu halda, yəni insanın küfrə nədir? Girəcəyidir. Və bu səbəbdən də denilmişdir ki, İbn Məs'uddan, ənə tərikə zəkət, namazı tərk edən zəkatı, leysə bi muslimin, və ana Əhməd demişdir ki, ənə tərikə-s-salə və zəkət xassa, küfrün duna siyam vel hac. İmam Ahmed demişti ki zekatı da
efendim namazı da terk eden insan kafire, küfre düşmüştür ama hac ve oruç bunun kimi değildir demiştir. Yani bu meseleler abilerim, değerli insanlar. Burada biz bunları ne için böyle bu şekilde rivayet edildi? Çünkü bugün insanların kafalarını şunla, yani bununla karıştırırlar. Bir geçen hafta da söyledik ki bakın ne İmam Malik olsun, ne İmam Eşşafi olsun ki onlardan açık bir sarih bir şekilde delil gelmeyip ki bize namazı hayatından çıkardanın Müslüman olması barədə. Ümumiyyətlə belə bir delil bize gelmeyiptir. Yoktu yani. Əksinə baktığımız zaman da İmam Lələkəin olsun ve diğer kitaplara baktığımız zaman da ve İmam Acur olsun ve diğerlerine bakırıq görürük ki aslında bu alimlerden bize, mezhep alimlerinden aslında bize sabit olan, sahih olan odur ki nedir? O alimlerimiz namazın tercihini ne görmüşlerdi? Namazın tercihini küfür görmüşlerdi. Peki burada İmam Ebu Hanife'ye dönersek ki belki İmam Ebu Hanife mezhebine ümumiyyətlə o mezhebin belə deyim ki özlüğünde emelleri imandan görmedikleri için zaten onlar kınanmışlardır. Anlatabildim mi? Zaten onlar kınanmışlardır. Ama onlarda böyle bir mesele gelmiştir ki namazı imandan görmemekle beraber ki namazı onlar imandan görmezler. Ki yani namaz benim ki imanın əslinə taalluk etmeyen meselelerdəndir. Amma və lakin əhl-i sünnət demiştir ki, bak burada indi biz baxırıq ki İmam Acurri deyir ki namaz وقد سمى الله سبحانه وتعالى الصلاة في كتابه إيمانا وذلك أن الناس كانوا يصلون إلى بيت المقدس yani insanlar Beyt-i Maqdis'e namaz kıldıkları zaman ve sonunda Resulullah sallallahu aleyhi ve sellem semaya bakmasıyla kıble Maqdis'ten Kabe'ye çevrildi. Ve mâte kavmun ala zâlik bazı insanlar Kudüs'e taraf namaz kıldılar. Nedir? Kabe'ye taraf namaz kılmadılar. Ve bu sebeple geldiler Resulullah sallallahu aleyhi ve sellem'in yanına ya Resulallah bəs bizden önce ölen insan kişi bizim kardeşlerimiz mimmen mâte min ihvanina mimmen kâne yusallu ila Beyt-i Maqdis yani Beyt-i Maqdis'e taraf kılan kardeşlerimizin akıbeti ne olacaktır? فَاَنْزَلَ subhanahu ve teala وَمَا كَانَ اللّٰهُ لِيُضِيعَ İmanakum Allah sizin imanınızı zayi etmeyecek. Yani salatını yani sizin namazınızı. Bütün tefsir alimlerine baktığımız zaman da bu hemen emelin yani bu meselenin neye ait edirlər? Bunu ait edirlər tamamen namaza ki sahabeler ne zaman ki Beyt-i Maqdis'ten Kabe'ye taraf çevrildiler. Onlardan bir kısım dünyasını değişmişti ki Kudüs'e taraf kırıldılar ve Allah Subhanahu artık neyledi? Kibləni değiştirdi, Kabe'ye taraf elədi. Ve Kabe'ye taraf eləyəndə sahabe Allah Resulü'nün yanına geldi. Ya Resulullah, bəs bizim akıbetimiz ne olacak? Kişi kardeşlerimizin daha doğrusu. Ve Allah Subhanahu bu ayeti indirdi ki ne olacaktır? Onların emelleri zayi nedir? Zayi olmayacaktır. Yani oradaki emelde de qəsid deyil ki nedir? İmam Tabari ve İbn Abbas'tan ve diğer alimler getirirler ki yani buradaki o emel nedir? İmanukum yani sizin namazınız qəsd olunur ki namaz qəsd olunur. Yani biz bunlara böyle bu şekilde kardeşler bakın bakıp görürük ki ümumiyyətlə biz bütün meselelerimizi burada İmam Evzai'nin dediği kimi inşallah yani meseleye yanaşmak lazımdır. İmam Evzai'nin dediği kimi ve İmam Lələkənin biz Əhl-i Sünnət ve Cemaat'ın kitabı olarak ve İslam alimlerimizin de geçtiğiyle Əhl-i Sünnet'in kitabı olarak kabul edilir ki özü yani Hicri 418. ildə vefat etmiştir. Etiqad kitabının 4. ciltdə 896. sayfasında demişti ki Peygamber aleyhissalatü vesselam'dan enne salatu minel iman ki namaz imandandır. Namaz imandır demiştir. Ve rube zalike mine sahabede sahabelerden ki bazıları ki var büyükleri onlardan bu şekilde rivayet olmuştu ki an Ömer ve Ali ve Abdullah bin Mesud ve Abdullah bin Abbas ve Ebu Derda ve Bera bin Azib ve Cabir bin Abdullah ki bunlara soruşuldu sizin zamanınızda küfür ve iman arasındaki olan hansı əməliydi? Onu terk ettiğin zamanda insanın İslam'dan çıktığı dedik nedir? Bu namazdır nedir cevabını vermiştir. Şimdi burada biz bu sahabeleri mesela için İmam Evzai'nin dediği kimi yani az önce söyledim İmam Evzai Allah subhanahu teala yani kendisine rahmet eylesin Allah'ım amin. İmam Evzai'nin yani böyle diyeyim şey bize az önce de söyledi ki bizden talep olunan yani bizden istenilen biz Müslüman olarak yani bizden istenilen ne olması lazımdır? Yani biz bir Müslüman olarak aramızda her hansı bir ihtilafa düştüğümüz zamanda burada deyir kime bakmalısınız siz? Sen deyir Allah Resulü'nün deyir əshabına bak ki gör eğer onlar hansı üzereydiler.
Eğer onları sen görürsen ki deyir, onlar cəm olublar, onların cəmlərinə tabi ol. Eğer onlardan biri buna muhalefet etmişse, sen muhalefet edəni tərk et. Ömer radiyallahu anhunun ve İmam Malik'in sözünü soruşurlar ki, bir insan deyir ki, bakın bir insan deyir ki, Ömer radiyallahu anhu belə dedi ve aynı şekilde deyir, burada başka bir tabinlerden de diyenler var ki, filan məsələ sahabəni görən böyük tabinlərdən də bu məsələ haqqında filan şeyi dedilər. Sən nə deyirsən? Deyir İmam Malik deyir ki, o Ömer radiyallahu anhdan bu məsələ sabit olub bu? Deyir bəli. Deyir o zaman Ömer radiyallahu anhdan sabit olursa İmam Ən-Nəxai və ya başqalarının görüşünə heç bir şəkildə deyir baxılmaz. Əgər Ömərdən deyir bu məsələ sabitdirsə, burada ne olmaz kardeşler? Burada başkasının görüşüne, ne deyir? Başkasının görüşüne gidilmez. İndi biz mesela üçün, bu hadislerle açık bir şekilde, yani biz yola çıkırıq ve görürük ki, yani sahabe, tabiin, Allah onlardan razı olsun ki, yani onlar bu meseleni, yani bu şekilde görürler ve bunlar da aralarında hiçbir şekilde bize gelen bir muhalefet de yoktur. Eğer bir muhalefet varsa buyursun. İbn Battah aslında bu babı ayırarken ki bizimle değil mürciye arasında açık bir şekilde bir farktır ki, yani mürciyelerin işi gücü budur ki əməlləri imandan çıxarsınlar. Əməlləri imandan çıxardandan sonra tabii ki ne olacaktır? Artık insan küfrede düşmesi, şirkete düşmesi ve diğer İslam'ın yavaş yavaş hükümlerini terk edilmesi de elbette ki nedir? Bu zamanla onların hayatında nedir? Gerçekleşecektir. Ve bu sebepten de kardeşler bizler eğer ehl-i sünnet menhecinde gedirikse, selef salihinin menhecinde gedirikse ve bu selef salihin menheci deyərkən, bak burada bir şeyi açıklayayım yanlış anlaşılmasın. Biz ana kaynak olarak Kur'an ve sünnete bakırıq. Ana kaynak olarak. Mesela var olan bu kitaplar, mesela elimizde şu an kimin kitabı var? El-İbanatul Kubra'dır, İbn Battah'ın mesela. Biz ömrümüzü, vaktimizi yani bu kitapların mənasını anlamak için çalışmırıq. Biz bu kitapları okuyarak yanlış bir məna var insanlardaki. Biz çalışırıq ki İmam Macuri ne dedi? Biz onu başa düşmeye çalışmırıq asıl. Veyahut da ki İbn Battah Kubra ne dedi? İbn Battah İbn Kubra ne dedi? Gel onu açıklayalım, onu şerh edək göre İbn Battah dindən ne danışır? Yok, bak bu yanlıştır. Bu insanlar aslında yayılan yanlışlardandır. Biz Kur'an ve sünnetin bize kapalı kalan veya sünnetten ve eserden, sahabeden bize gelen müeyyen meselelerin bidat ehliyle bizim aramızdaki olan ihtilaflar ki var, tartışmalar ki var. Biz onları, o hadisleri, o ayetleri, o sahabenin əməllərini biz bunların diliyle daha yaxşı başa düşürük ki bunlar onların dizinin dibində oturublar. Yani biz burada oxumuram, ben burada açmamışam ki İbn Battah'ın başa düşməyi. Gəlin zaten baxaq görək ki bu kitapları açıp okuduğunuz zaman da göreceksiniz ki sürekli itibə tabiin, tabiin sahabe. Sahabe, tabiin, itibə tabiin. Yani bunlar ancak rivayet edirlər. Az önce de zaten yani burada da görürsünüz ki yani birçok şeyi mesela bak İbn Battah öz kitabında dedi rivayet elədi. O rivayetini de az önce size okudu. Ki sahabeden deliller getirdi, ayetten deliller getirdi, hadisten deliller getirdi ve bize meseleleri daha güzel açıklamak için. Yani necə ki ben burada size siz beni başa düşmək için buraya gelmemişsiniz ki? Siz benim üstüm danıştığımı dinlemek için gelmemişsiniz. Siz benim Allah ve Resulünden danıştığımı, ne danıştığımı dinlemek için gelmişsiniz. Ben burada size kimi anlatırım? Allah ve Resulü anladım. Özümü anlatmıram ki. Biz de burada bu kitapları okuyarken yani bunların kitaplarını şerh olunduğu zaman da yani məqsədimiz onlar sahabəni, tabiini, itibə tabiini daha güzel anladılar. Sahabenin yanında yetiştiler. Sahabenin yanında yetişenin yanında yetişenleri yetiştirdiler. Ve Allah Resulü'nün dizinin dibinde yetiştiler. Ve dolayısıyla biz onları anlamaya çalışırıq. Yoksa bəziləri kimi bu günlər bize iftira atırlar ki bunları işi gücü bırakıblar. Kur'an sünneti bırakıblar. Ancak selef salihin ve ehl-i sünnet kitaplarını okuyarak Kur'an sünnet terk ediblər. Haşa lillah. Bizim ana qaynağımız kardeşler Kur'an ve sünnettir. Bak az önce de görürük ki mesela biz hadisleri getiririk namazla bağlı olan, tamam mı? Biz namazla bağlı olan burada bir sürü hadis getirdik, doğru mu? Biz bu hadisleri ilk önce zahiren
Tərcümə elədik, mənasını oxuduq ki, mənasından açıq, zahirən dəlil nədir? Küfürdür. Doğru mu? Və keçən zahirlə siz bağlı sizə bir şey keçmişdim. Xatırlayırsınızmı? Hökmlərdə zahir məsələsində. Dedim ki, əsl olan usulda, təfsirdə, hədis usulunda, hədis əhkamında, usul təfsirdə əsl olan budur ki, məsələn, gəl belə götürək. Az öncə İmam Əhməddən oxuduğum bir məsələ var idi. Məsəl üçün, bir məsələ var idi ki, oxudum sizə. Xatırlayırsınızsa, yoxsa yadınıza çıxdı. Mən qaşşə fəleysə minnə, kim qış edərsə bizdən deyildir. Burada zahir hədisin anlaşılan nədir? Yəni Muhammed Aleyhisselamın ümmətindən deyil. Amma biz bunu sahabəyə, tabiinə baxdıq ki, onların yanında allatmadan daha ağır əməllər olubdur ki, adam öldürmək. Doğru mu? Adam öldürməyə baxırıq ki, adam öldürmək küfür deyilsə, bir müsəlmana silah qaldırmaq və ya bir müsəlmana allatmaq necə küfür ola bilər ki? Doğru mu? Ne dedik? En güzel təfsirə başvurduq. Nədir? Quranla təfsiri. Sünnetin sünnətlə təfsiri. Quranın sünnətlə təfsiri. Sünnetin Quranla təfsiri. Hərsət ki, Quranla sünnetin təfsiri, yəni İbn Teymiyyə deyir ki, Quranla sünnetin təfsiri hərsət ki, mevcud deyildir, amma akılla nədir? Mümkündür ki, bəli, çünki ikisi də vahidir. Bizi biri yutuladır, biri oxunandır, biri ise okunmayandır. Okunmayan hansıdır? Hadisler. Okunan hansıdır? Kur'an-ı Kerim. Yani Kur'an-ı Kerim okunan bir kitaptır ve harda okunur? Namazda nedir? Okuyuruq ve ondan əcir kazanırıq. Ama mücərrəd hadis olarak okumaqla əcir kazanılmazsın. Sen sadece elm məqsədilə, elm almaq məqsədilə, dini öyrənmək məqsədilə oxuyarsansa əcir qazanırsan. Amma sən normalda Bismillahirrahmanirrahim deməklə 190 dənə savabı qazanmış oldun. 190 dənə savabı qazan. Quran-ı Kərimi oxumaq özü ayrıyətən bir əcirdir. İbadət niyyətilə oxuyarsan ayrıyətən bir əcirdir. Elm almaq niyyətilə oxuyarsan ayrıyətən bir əcirdir. Anlatabildim mi? Okuyup da hem özün hem de başkasına anlatmak için okuyarsansa da bu ayrıyeten bir əcirdir ve mükafat çoktur ve Kur'an-ı Kerim canlı bir kitaptır, yani cansız bir kitap değil. Yani bu sebepten biz baxırıq ki, yani bu hadisin başka ayetlerle, hadislerle, Allah Resulü'nün hadisleriyle ve sahabeye baxırıq ki, sahabe bu hadisi necə anladı? Men qaşşa feleyse minne, kim qış ederse bizden değildir veya وَمَنْ حَمَلَ السِّلَاحِ aleyhine, kim bize silah kaldırırsa feleyse minne, bizden değildir. Bakın ki sahabe birbirine kılıç kaldırdı. وَاِنْ تَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اِكْتَتَلُوا. İki mümin tayfa savaş var. اِنْ تَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اِكْتَتَلُوا. İki mümin tayfa. Allah savaşan tayfaya ne adı verdi? Mümin adı verdi. Müslüman adı verdi. Veyahut da ki katilin velisine dedi ki, yani kim maktulun velisi için, kim kardeşini, yani vəliyə dedi ki, kim öldüren kim ki var, o kardeşini affederse onun için daha yaxşıdır. Yani öldürene ne adı verdi Allah Subhanahu teala? Müminin kardeşidir. El-Müslimin, ehul-Müslim, Müslümanın kardeşidir. İnnemel mu'minune ihvetun. Sadece müminler kardeştir. Yani bu sebepten de biz əsl olan nedir kardeşler? Bakın, hadisten, ayetten açık neyi başa düşürüksə, ilk başa düştüğümüz şey nedirsə, açık olarak Kur'an'dan ve hadisten onunla əməl etmektir. Açık olan budur. Zahir olan budur. Yani neye delalet edirsə, yani gedib de bir ayeti, bir hadisin içerisinde başka hansı mənalara delalet edir, sonra mən əməl edərəm, xeyr, bu əhl-i sünnəti məzhəbi deyildir. Əsl olan nedir? Bir ayette geldi ki bu haramdır. Bu şirktir, bu küfürdür. Necə ki, məsələn, Quran-ı Kərimdəki ayətdə ki, qiyamət günündə kəndi nəfslərinə zulüm bulaşdırmayanlar əmin amanda olacaqlar. Doğru mu? Əmin və amanda olacaqlar. Və sahabələr gəlib nə dedilər? Ya Resulallah, hansı birimiz öz nəfsinə zulm etmirik ki, onda bizim vay halımıza. Və sahabə bu ayəti həmən haraya aldı? Zahirinə aldı. Ve zahirini alandan sonra Allah Resulü sallallahu aleyhi ve sellem onlara ne cevap dedi?
Dedi salihin, abdü salihin. Salih kim idi? Lokman aleyhisselam. Öz oğluna dediğini duymadın mı? Ya buneyye la tüşrik billah. Ey oğlum Allah'a ortak koşma. İnne şirke le zulmun azim. Şirk Allah'a büyük bir zulümdür. Der bu ayette qəsd olunan zulmün şirk olmasıdır. Bunu kim izah elədi bizə? Resulullah sallallahu aleyhi ve sellem izah elədi. Amma əsl etibarilə zahirdə gələn nə idi? İlk anlaşılan budur ki, bu ayetin delaləti nədir? Böyük küfürdür, böyük zulümdür, böyük haksızlıqdır. Amma Resulullah sallallahu aleyhi ve sellem bunu əməli ilə neynədir? Farklı şəkildə bizə bəyan elədi ki, burada bu ayətdə qəsd olunan budur. Və yaxud da ki, ağ ipliklə, beyaz iplik, siyah ipliklə, beyaz iplik Ammar bin Yasir başının altına yastığı koydu. Daha doğrusu başının yastığın altına ipi koydu. Baktı görüm ağdır mı, qaradır mı, ağdır mı, qaradır mı və sonra Allah Resulü'nün məsələni götürdü. Allah Resulü sən xata eləmirsən. Oradakı qəsid nədir? Günəşin ilk ufuğunun çıxması, yəni fəzilin çıxması olan o beyazlıqdan, o qaralıqdan danışır. Çünki sahabe ilk orada ipi belə başa düşdü. Doğru mu? Ve bu sebepten de birçok ayetler var ki yani insan zahiri olarak yanlış anlayabilir. Yanlış anlaşılmağa lügaten, şer'aten yani mümkündürse o alınıbsa zahirindeki o ilk məna hansı mənaya ki gəlir onunla bir insan əməl etsə şər'an onun cəzası ona verilməz. Yani bir insanın ama bir meselede əsl olarak haram olsa məsələn içkinin haram olması kimi ki sahabe ayeti necə anladı? Bədirdə içki halal idi. Haram edilmemişti. İçki içdilər. Ömer radiyallahu anh dönemine geldiler. Doğru mu? Ve Ömer radıyallahu anh dönemine gelende oradaki içki içip onlar içki üzerine öldürer. Ayet haramlığı hakkında indi ve dedi ki Allah subhanahu teala nedir? Onların bu emellerini neye yazmaz? Günaha yazmaz. Çünkü onlar elhamdülillah o emelden sonra salih emel, cihat emel elediler ve savaştılar ve Allah onların emellerini nedir? Günaha yazmadı. Ve orada Kudame bir mez'um kimi sahabe, büyük sahabe ki Bedir'de iştirak edən sahabelerden idi. Bu ayeti bir gün geldi Ömer radıyallahu anh'ın döneminde, düşün ne kadardan zaman keçib var. Ömer radıyallahu anh döneminde neynədi? Getdi içki içdi ki, mən Bədir əhliyəm. Mən içki içib arxasınca da salih əməllər eləsəm, mənə günah olmaz. Ömer radıyallahu anh bu məsələ hökm verə bilmədi, baxın. Ömer'e məsələ gətirdi. Yəni bizə gətirilsəydi bilirsiniz də hökmü nə idi ya o. Yəni zaten bellidir deməyə hökm hardaydı? Getmişdi o mürtəd hökmü uygulayıb ucu elan verilmişdi. Falan kəsin başı falan yerde asıldı. Niye? 20 ildir sahabedir. Neçə il sahabe düşünün. Allah Bədir'i hesablayın. Bədir'dən sonra Resulullah sallallahu 8 yıl hayatta kaldı. Allah Resulü'nün dönemi 2 yıl. Ömer'in radıyallahu anh döneminde de 2 yıl, 3. olmuş. 10 ildən çoxdur yani. 10 ildən çoxdur ki bu hadisədən üzerinden keçib ayet ediptir. Ama Kudama bundan ve onun hesabı bundan cahildir yani. İçki içirlər ve özlerine helal sayırlar bunu. Ne mənada? Bize helaldir ha sadece. Ki biz Bədir əhliyik. Ama normalde içki haramdır yani. Biz Bədir əhli olduğumuz üçün biz yiyib içib keyf edə bilərik yani. Yiyib içirlər. Ömer'e gelir mesela. Ömer radıyallahu anh xəlifə olduğu halda vəhi gəlsəydi peygamber olarak ona gələcəkdi. Belə bir zatın bu məsələdə hökm verməyə tələsmir, qaçır, qorxur. Bizim indi insanlar bundan ibrət almalıdır. Qardaşlar bir Müslümandan bir əməl cəryan eləyəndə həmən tekfir, dindən çıxdı, mürtəd laftasını yapıştırmaq caiz değildir yani. Ömer radıyallahu anh aciz kalır, Ali radıyallahu anh çağırır. Ey Ali derim mən, nə deyirsən bu məsələ? Ali radıyallahu anh get onlara soruş, söz də gəlmir, get onlara soruş. Deyir getdiyən içki halal mı görülür, yoksa haram mı görülür? Deyir yok, valla içki haramdır. Bəs deyir ki siz nəyə görə belirlediniz? Deyir biz bu ayətə görə ki onlar ondan bir taam etsələr və sonra salih əməl etsinlər, ona günah yoxdur. Əgər belə desələr deyir, halal saymasalar, haram sayır. Sadəcə belə elədikləri təqdirdə bu da bizim üçün desələr, təbirlə yanlış ediblər, hərəsindən 40 dənə şallaq vurur, arxaya keçsinlər, arxaya keçib şallaqlıyı yola salır. Əgər deyir Ömər deyir ki halal görsəydiniz bunu sizin boynunuzu vurulmuşduq.
Baxın, fikir verin. Məsələyə gör necə yanaşırlar. Elmlə, hikmətlə ki, Uhud əhlidir, daha doğrusu Bədir əhlidir. Allah Subhanahu taala Bədir əhlini bağışlamışdır, affetmiştir. Ki bunlara baxılması lazım. Ki bir insan bəlkə bir ayətə dayanır, bəlkə bir hədisə dayanır və mən sizə bir dənə mənim başıma gələn bir gün belə bir dərs keçdiyim halda, keçən də söyləmişdim, Ramazan ayıydı. 2006-cı ildən bəhs edirəm sizə. 2007-ci ildə. 2007-ci ildə Sumqayıtda dərs keçirəm və bir müsəlmanın yaxınlaşaraq ki, biz orada fıqhdan dərs keçirdik, fıqhdan dərs keçərək ki, həddlərdən danışdıq və Ramazanın qəzasından danışdıq və orada bir müsəlman yeni evlənmişdi. Ramazan ayı 2-ci günündə belə deyim ki, estağfurullah, evlənmişdir. Aradan 27 gün keçmişdir. Bax, aradan 27 gün keçmişdir. Və ayəti oxuyub ki, Quran-ı Kərimdə Əl-ənə bəşiruhunna, artıq bu gündən sonra zövcələrinizə yaxınlaşa bilərsiniz. Artıq bu gündən sonra zövcələrinizə yaxınlaşmaqda sizə heç bir günah yoxdur. Amma ayət nə üçün nazil olmuşdur? Sahabənin dönəmində gecə dahi insanın öz ailəsinə yaxınlaşması qadağan olunmuşdur. Gecə dahi olsa. Artıq Allah Subhanahu taala Allah Subhanahu taala deyir, "Qad alimallah." Allah bilir ki, siz Allaha xəyanət edirsiniz. Yəni Allahın hökmlərini çiğniyirsiniz. Gecə orucu açandan sonra yoldaşlarınıza yaxınlaşdığınızdan Allahın xəbərdardır. Artıq sizi Allah zor duruma soxmaq istəmir. Bu gündən sonra artıq yaxınlaşa bilərsiniz. Bu qardaşımız da bu ayəti oxuyur, zənn edir ki, artıq Ramazan ayında tüm hər şey haramdır, qadağandır, yemək, içmək, hər şey. Amma sadəcə bir insanın ailəsinlə yatıb durması ona icazəlidir. Və 28 gün bu şəkildə Ramazan orucunu tutur. Yəni indi bu etiqadla tutur. İndi ya eləyirmi, eləmirmi və elədiyi günlər, yaxınlaşdığı günlər də olubdur, yaxınlaşmadığı günlər də olubdur və hökm soruşuldu. Biz hökmün üzərində durduq, maraqlandıq, araşdırdıq, kitablara baxdıq, sünnətə baxdıq ki, bəli, biz bu adama heç bir cəza hökmü verilmir. Bu adam təvil edib, təvili xatadır və zahirən yanlış anlayıbdır, İslamda təzədir. Çünki İslamda təzə olan bir insan bu məsələləri bilməyə bilər. Yaşadığımız bölgədə, hər yerdə İslam elmləri qaynaqlanmır. Elmdən uzaq diyarda yaşayan iki alimlər deyil, İslam diyarından uzaq yaşayan insanların bəzi məsələlərdə halal və haram məsələsini halal saysa, haram saysa, haramı halal saysa, küfrə düşsə belə, müəyyən insana gəlincə İslamdan uzaq diyarda yaşayırsa, yəni o insanlar nə olmazlar? O insanlar küfrə düşməzlər. Yəni bu səbəblə qardaşlar, baxın, biz buraya qədər nəyə açıqladıq ki, bizim əhl-i sünnət olaraq bizim əqidəmiz budur ki, sələf salihin məhnəzinə tabi olmağı da açıqladıq ki, bizim əqidəmiz bu şəkildədir ki, namazı tərk edən bir insanın, yəni vaxtının bilərəkdən keçirərsə, bir namazın vaxtını keçirərsə fasikdir. Amma günlük 5 vaxt namazı tamamilə tərk edərsə, bu konuda iki görüş vardır. Bəzi alimlərə görə yenə fasikdir və bəzi İmam Əhmədin görüşü və onun əshabının görüşü küfürdür. Və namazı kökündən tərk edənə gəlincə, namazı kökündən tərk edərsə, belə bir insanın namazı tərk edənin kökündən tərk edən insanın nədir? Əhl-i sünnətin etiqadına görə o insanın kafir olması, yəni İslam millətindən çıxmasıdır. Hökmlərin uygulanmasını da zaten az öncə söylədik ki, hökmlərin uygulanması bizə düşməz, onlar qazilərə düşər. Və bəzi alimlər də İmam Əhmədin məzhəbində də İbn Teymiyyə də bunu nəql dayanırlar ki, bir insan 5 vaxt namazı yəni tərk eləsə və bunun üzərinə ölsə, müsəlman kimi o dəfn edilməli, zahiri münafiqlərin hökmü kimi nədir, bastırılmalı və müsəlmanların, belə deyim ki, onun ailəsinin qanınmanı və yaxud da ki, halal görüb beytulmala deyil, ailəsi uşaqları onun mirasından nəsibini alırlar. Çünki o nədir, sonuc olaraq nədir, müsəlman olaraq yəni ölmüşdür. Yəni namazı tərk edərək nədir, ölərsə. Bu inşallah qardaşlar bizim əhl-i sünnətin belə deyim ki, əqidəsi idi ki, namazın inşallah tərki barəsində Allah Subhanahu taala bizlərə xeyirli əməl, xeyirli ömür, xeyirli elm nəsib eləsin. İnşallah ki, gələn dərsimizdə 27-ci babda olacaq ki, imanda istisna və imanda şək etmək, İslamda şək etmək, bunların, yəni bir müsəlmanın
üçün bunların hökmü nədir? Yəni bir insan imanda, İslamında şək edə bilərmi? Və yaxud da ki, bunlarda istisna edib inşallah sözünü deyə bilərmi? Və inşallah sözü ümumiyyətlə harada istifadə olunmalıdır? Ki, bu məsələdə də Əhl-i Sünnətin nədir? Məzhəbini inşallah sizlərə axtaracağız. Allah Subhanahu sizə də mənə rəhmət eləsin. Allah Subhanahu bizləri bağışlayıb salihlərdən eləsin. Allahümmə əmin və axir davana elhamdülillahi rabbil ələmin. Selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.